Bu arada mollarda parking qiyməti də qalxdı. Xeyirli olsun, 16 dəqiqə 2 manat. Yeri gəlmişkən bu 15 dəqiqə pulsuz söhbəti də maraqlıdır, deyir paylaşan şəxs. Demək, siz çeki vuranda ödənişsiz yazsa da vaxt dayanmır. Yəni, misal üçün 14 dəqiqədə çeki vursaz, deyəcək pulsuz tərk edin. Amma şlaqbauna çatana sistem deyəcək ki, bağışlayın, sorry, ödəniş et. Niyə? Çünki çeki oxutdurduqdan sonra vaxt dayanmır. Bir sözlə parkingi pulsuz tərk etmək üçün şlaqbauna 15 dəqiqə əvvəl çatmalısan. Parkingləri qoyanlar kimdir? Yerləşdirənlər kimdir? Təbii ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi. Çox qısaca deyəcəm fikrimi, ayna bizim əməlli başlı qanımızı içir. Bilərəkdənmi eləyir? Bəli, bilərəkdən eləyir. Bugün artıq hara addım atırsan, orada xətlər var və o xətlərdə cibində pulun oldu, olmadı, saxlayıb pul ödəməlisən. Bu yaxınlarda bir izləyici yazmışdı. Bir restorana gəlirlər, restoranın qarşısında maşınını saxlayır. Və heç ağlına da gəlmir ki, bura parking yeridir. Hansısa restoranın qarşısı parking yeridir. Yəni, normalda şadlıq evlərinə gedəndə kimsə və yaxud da ki, harasa bir restorana gedəndə restoranın özünün parkingi olur da, saxlayırsan qarşısında və düşüb gedirsən, 1 saat, 2 saat, hər nədirsə, məclisini yola verirsən, sonra da qayıdırsan. Və adam deyir ki, saxlamışam orada maşınımı, çünki tam da restoranın qarşısıdır, gəlmişəm, saxlamışam. Çıxıb sürüb evə çatanda görə mənə 20 manat cərimə gəlir. Niyə 20 manat cərimə gəlir, sən demə, bura aynanın yeri imiş. Və ya da ki, məsəl üçün, birilərinin yadından çıxır, park edir maşını, sonra gedir, ərazidən uzaqlaşır, evə çatanda yadına düşür ki, mən saxlamamışam. Bizim jurnalist həmkarlarından birinin başına gəlmişdi bu yaxınlarda. Deyir, aynaya zəng eləyirəm ki, 3 saatda oradan çıxmışam, evə gələndə yadıma düşür ki, mən saxlamamışam. Deyir, yəni mənə dəxli yoxdur ki, çıxanda vurardın, vurmamısansa, sən bunun, necə deyərlər, bədəlini ödəməli olacaqsan. Artıq hər yer xəttdir. Əvvəllər insanlar Allahdan qorxurdular, indi də aynanın xəttindən qorxurlar. Artıq yəni gözümüz 4 olmalıdır. Harada aynanın xətti var. Bir də ki, bu ayna işinə başlayanda elə bil ki, and içmişdi, əhd etmişdi ki, Bakı yollarında bir zolaqsız yol buraxmayacaq. Velosiped xətləri çəkilir, velosiped yolları çəkilir. Bir velosiped görməzsən o yolla hərəkət edir. O qədər xət var ki, bilmirsən maşını harayla sürəsən ki, o xətti tapdalamayasan. Bir xəttin üzərindən də çıxdın, böğründən bir balaca təkərin qalxdı səs üzərinə. Dərhal dövlət yol polisi saxlayır. Haqlı olaraq saxlayır, deyir ki, bu xətti tapdaladın. Baxın yəni, bu yolda birisi mənə bir dəfə göstərsin ki, bir velosiped hərəkət eləyir bu yolda. Yoxdur velosiped. Azərbaycanda ümumiyyətlə velosipedlə hərəkət eləmək. Belə deyək də bir qısaca desəm, velosiped mədəniyyəti yoxdur. Olmayıb, olmayacaq da bundan sonra. Yəni sizin ağlınız Almaniyaya getməsin ki, hansısa nazir və ya nazirin müavini və yaxud da ki, bir şəhərin rəhbəri velosipedini oturar və şey edir. Ondan sonra da düşər, onu park eləyər, öz zənciri ilə bağlayar, gedər. Bizdə axı belə deyil. Bizdə vəzifəli şəxslər ən bahalı maşınları sürürlər. Yəni, bilmirəm bunların ağ boyaları mı çoxdur, hər yeri xəttiyə gedirlər. Yoxsa ümumiyyətlə deyiblər ki, bir vətəndaşa, sadə vətəndaşa 450 manat minimum əmək haqqı alanın da belə canını çıxardıb pul alacaq. Hər gün ona 7-8 manat ki, iş yerinin yanında o park eləyib. Amma bu qədər də olmaz ki, kiçik həyətlərdə gəlib belə xəttlər çəkirlər ki, orada maşını saxlayırsansa, orada park eləyəsən. Ayna ilə bağlı o qədər şikayət var. Taksi duracaqları yaradıblar. İzləyicilər bununla bağlı özləri video çəkirlər, paylaşırlar. Bir Rayət İmaməliyev də mən gördüm bu yaxınlarda. Deyir, mənim xəstə anam var, xəstə anamı xəstəxanaya çatdırmalıyam. Taksi sifariş vermişəm. Taksi mənim olduğum yerdən, nə bilim, deyir, neçə kilometr o tərəfdə saxlayayım. Mən deyir, 15 dəqiqə getməliyəm ora ki, taksi duracağı var orada. Mən xəstə anamı qucağımda, madam ki 15 dəqiqə apara biləcəm, o zaman elə xəstəxanaya apararam. Mən taksi niyə sifariş verirəm? Və bir də insanlar taksini niyə sifariş verirlər ki, onları olduğu yerdən gəlib götürüb gedəcəyi yerə aparsınlar. Bugün ayna icazə vermir, bu rahatçılığımızı alır bizim. Ayna şərait yaratmır ki, insanlar durduqları yerdə taksini sifariş versinlər və taksi gəlib onları, ayna deyir, taksi duracağı var. Baxın məntiqə.
Bu məntiq təkcə yəqin ki, bizdə belədir. Ki, hər qurum özünə məxsus qayda qanun gətirir. Və yaxud da ki, Nisə xalanın, Fatma xalanın balkonunun altında maşın saxlamaq istəyirsən, görürsən, yox, gecə ilə burada parking eləyir. Niyə eləyirsə cəmaatın balkonunun altını parking, eyvanının altını parking, niyə eləyirsiniz ki? Aylardır mən müşahidə eləyirəm gedib gələndə. Bir hələ velosiped görməmişəm mən o zolaqdan hərəkət eləyən. Ya bu niyə serial şəklində çəkək təqdim eləyir? Nəhayət görəsiniz ki, sizin xəttləriniz sadəcə insanların həyatını çətinləşdirir. Bir də gəlib yenə də deyirəm, hansısa nənənin balkonunun altına xətti hansı məntiqlə çəkirsiniz? Bu nədir ki, böyük magistral yol filandır. Həyəti ümumiyyətlə parking eləmək, bu hansı məntiqə sığan bir şeydir? Bəlkə də sizin əsaslı bir izahınız var. Bir izah eləyin, heç olmasa biz də bilək ki, nənəmizin balkonunun altına niyə gəlib xətləyirsiniz? Sağa baxırsan parkingdir, sola baxırsan parkingdir, arxaya baxırsan parkingdir, önə baxırsan parkingdir. Heç vətəndaşı düşünmürsünüz siz. İki maşının hərəkət eləyə biləcəyi yolda o qədər xəttəyirlər ki, bir maşın gücünə hərəkət eləyir. Burada nə bilim, belə qara-qara nələrsə qoyurlar. Bilməm, o velosiped yolu üçündür hər halda ki. Amma yenə də deyirəm, küçədə velosiped sürən yoxdur. Ay aynanın rəhbərliyi. Yoxdur axı küçədə velosiped sürün. Harda var? Velosiped sürəndə gedir parkında sürür də velosipedi. Magistral yolda kim velosiped sürür? Ola bilsin ki, bu elektron balaca qara maşınlar var, onu nəzərdə tutarsınız. Amma onun üçün də bu boyda yolu zəbt eləməyə ehtiyac yoxdur axı. Bir hissə avtobus zolağı anladıq. Bir hissə, nə bilim, velosiped zolağı anladıq. Və bu bədbəxt sürücü harayla geçsin, harayla hərəkət eləsin. Bir xəttin üstünə də çıxan kimi, yenə deyirəm, haqlı olaraq polis sən saxlayır ki, xətti tapdalamısan. Niyə tapdalamısan? Yəni gəldi ki, burada 48 dənə xətt var, heç mən bilmirəm ki, hansının üstünə çıxa bilərəm, hansının üstünə çıxa bilmərəm. Bu insanların şikayətidir. Və bununla bağlı çox saylı videolar da var. Növbəti verilişlərimizdə biz bu videolarda təqdim eləyərik və ayına görər ki, o gələndən bizim onsuz da problemlərimiz çox idi. Bu çox problemlərin üzərinə bir qədər də çox problem artırıblar. Yəni bu qədər zolaq, hara baxırsan elə bilsən ki, zebradır yolu, zebradır, heyvanlar aləmidir. Hara baxırsan xəttdir, hara baxırsan xəttdir. Bu qədər xətt olar bir küçədə, hə? Bu aynanın işinin adı həqiqətən nədirsə mən hələ başa düşmürəm. Artıq neçə günlərdir insanlar sosial şəbəkədə paylaşırlar. İstidir, nəfəs almaq olmur, avtobusda kondisionerlər yoxdur. Niyə kondisionerlər yoxdur? Çünki aynanın qanunlarına, qərarlarına əsasən bu avtobusda kondisionerlər veriləcək, məsələn deyirəm. İyun ayının 15-dən istəyir, iyun ayının 5-i 35 dərəcə isti olsun. Ayna sizin nəfəsinizi boğacaq, amma bu yeni avtobuslarda kondisioneri qoymayacaq işə salmağa. Təqribən il yarım bundan öncə 65 saylı marşrutda özüm çəkmişdim. Kondisioner işləmir, havalandırma sistemi yoxdur, nəfəs almaq olmur, uzun bir tıxac. Bir uşağın halı pisləşdi, bir ananın halı pisləşdi, açdılar, düşürtdülər. Sürücüyə deyirəm ki, niyə qoşmursan onu? Deyir, bizə icazə vermir. Deyirəm, nəyə icazə vermir? Havalandırmaya icazə verilmir. Deyirlər ki, yox, havalandırmaya necə icazə verilmir? Siz nə eləmək istəyirsiniz? Boğmaq istəyirsiniz burada hamını. Tamam da deyin, da elə əlimizi tutaq ağzımıza, burnumuza və salam. Özümüz öz nəfəsimizi saxlayaq. Buna görə ayna heç əziyyət çəkməsin. Niyə əziyyət çəkir ki ayna? Madam ki, məqsədi insanları nəfəsini durdurmaqdır, etsinlər bunu.